Son günlər kiberdələduzların əsas hədəfi internet üzərindən bilet satışıdır. Bununla ən çox xaricdə yaşayan soydaşlarımız rastlaşıb. Belə ki, bir sıra insanların güvənini qazanaraq vətəndaşlara qarşı dələduzluq əməli törədilib. Rusiyada yaşayan soydaşlarımız xalqa müraciət edərək aidiyyəti qurumlardan araşdırılma aparılmasını xahiş edirlər. Şikayətçilərin sözlərinə görə yüzlərlə insan Moskva-Bakı təyyarəsinə ucuz bilet satışı ilə aldandıqlarını bildirirlər. Səyyal Abbaslı adlı şəxs onlara portalda göstərilən qiymətdən 30-40% daha ucuz təyyarə bileti təklif edib. Belə ki, endirimli və məhdud sayda təyyarə bileti adı ilə vətəndaşlara təcili pul göndərilməsinə sövq edib. Moskvada yaşayan soydaşlarımız bu şəxsin göndərdiyi müxtəlif adamlara məxsus bank kartlarını ödəniş etsələr də nə bilet olub, nə də ki Bakıya qayıda biliblər. Səyyal Abbaslı onları inandıra bilib ki, şirkətin nümayəndəsi olaraq xüsusi endirimli bilet satışı həyata keçirir və nəticədə müxtəlif məbləğlərdə ona bilet üçün ödənişlər olunub. Məsələnin üstü açıldıqdan sonra Səyyal Abbaslı Telegram üzərindən digər şəxs tərəfindən aldandığını bildirib. Lakin soydaşlarımıza bilet üçün ödənilən pullar qaytarılmayıb. Haqqınızdır, tələb eləyirsiniz. Mən heç nə demirəm. Mən haçan kiməsə də demişəm ki, sus, sakit dur. Mən pulu qaytarmıram. Niyə bu qədər üstümə gəlirsiniz? Haçan sənə demişəm, qurban olum sənə. Haçan demişəm ki, vermirəm. Mən insanlardan vaxt istəmişəm. Vallah, billah qaytarmaq imkanım yox. Dur. Şikayətlə bağlı Səyyal Abbaslı ilə əlaqə saxlamaq mümkün olmadı. Rusiyada yaşayan soydaşlarımız aidiyyəti qurumlardan onlara dəymiş ziyanın ödənilməsini xahiş edirlər. Qeyd edək ki, bu kimi hallarda insanlardan ilk olaraq rəsmi sayt və kanallardan istifadə etmələri tövsiyə olunur. Kanal olaraq adı keçən şəxslərin də fikirlərini işıqlandırmağa hazırıq.